Arxa planda gördüyünüz şəkli artıq çəkinin müalicəsi ilə bağlı Avropa protokolundan götürmüşəm. Gördüyünüz kimi artıq çəkinin müalicəsi kompleks yanaşma tələb edir və bir neçə mütəxəssis iştirak eləməlidir müalicədə. Ümumiyyətlə sıx xəstəlik özü xroniki xəstəlikdir deyə burada qısa müddətli müalicə yox, uzun müddətli müalicə olmalıdır, bəlkə də ömür boyu davam edən və sadəcə müalicə yox, həm sağlam vərdişlərin formalaşdırılması, həm də həyat tərzinin dəyişdirilməsindən getməlidir söhbət. Həyat tərzinin dəyişdirilməsi deyəndə həm qida vərdişləri, həm də fiziki aktivliyin artırılması və idmanla məşğul olmağı da nəzərdə tuturuq. Əgər soruşsaz ki, idmanla bağlı yanaşma necə olmalıdır və hansı idmanla məşğul olmalıyıq, onu deyim ki, ən birinci kardio məşqlərdən, aerob məşqlərdən başlamaq lazımdır. Çünki piylərin yandırılmasında ən effektiv kardio məşqlərdir. Amma bununla yanaşı, yenə də şəkildə gördüyünüz kimi, rezistentlik məşqləri də əlavə olmalıdır. Hansılar ki, əzələ gücünü artırır və əzələ kütləsinin itirilməsinin qarşısını alır. Çünki əzələ kütləsinin itirilməsi əlavə ağırlaşmalara gətirib çıxarı bilər. Kardio məşqlər həftədə ən azı 150 dəqiqə olmalıdır protokola əsasən, rezistentlik məşqləri isə həftədə 2-3 dəfə olmalıdır. Yəni, düzgün taktikalar seçməklə sağlam və effektiv arıqlamaq mümkündür.